Salam əziz şagirdlərim, müdavimlər. Bugünkü mövzumuz ədat mövzusudur sizinlə və ədatın bəzi xırdalıqlarını, testdə düşən məqamlarını, eyni zamanda ümumi bir izahı sizə izah edəcəyim. Deməli, başlayaq izahımıza. Ədat bildiyimiz kimi köməksiz nitq hissələrinin şah əsəridir. Yəni, köməksiz hissələrindən imtahana suallar düşəndə ədatdan daha çox suallar düşür. Yəni, dim ədatı daha çox müraciət edir. Ədat nədir? Ədat cümlədə sözləri daha da təsirli etməyə, qüvvətləndirməyə kömək eləyən bir köməksiz nitq hissəsidir. Yəni, bir var normal cümlə, ədatı o cümləyə salanda avtomatik olaraq cümlənin təsiri daha da güclənir. Məsələn, cümlələrimizə fikir verin. Bir var deyəm ki, oxu, normal cümlədir. Amma oxu da deyəndə isə, yəni bu da ədatını cümləyə əlavə edəndə cümlənin təsir gücü biraz artmış olur. Və ədatın maraqlı bir xüsusiyyəti buradadır ki, sən ədatı cümlədən çıxarda bilirsən. Yəni, sadəcə cümlədən çıxarında məna biraz zəifləyir. Məsələn, mən oxu da deyib, oxu deyə bilərəm boş. Amma biraz təsir gücü aşağı düşəcək. Və yaxud da gələrsən, normal cümlədir. Məgər gələrsən, biraz daha təsirli sual cümləsidir. Yəni, bu sadə sual, bu daha təsirli sual. Niyə belə olur? Çünki məgər sözünü orada artırırıq və məgər də ədat hesab olunur. Yəni, ədatın ümumi məzmunu bundan ibarətdir. Sadəcə bu ədatların məna növləri var. Məsələn, bu da başqa məna növüdür, məgər başqa bir məna növüdür. Yəni, təsir gücünü, təsir qüvvəsinin hansı formada artırmasından asılı olaraq məna növlərinə görə bölünür ədatlarımız. Gəlin, həmin məna növlərinə baxaq. Deməli, birincisi qüvvətləndirici ədatlardır. Bunların sırf vəzifəsi sözün və cümlənin təsir gücünü qüvvətləndirməkdir. Bunlar hansılardır? Ən lap çox daha olduqca, burada saydığımız 5-i sifətin çoxaltma dərəcəsində işlənirlər. Bir də hətta artıq, da, də, ca, belə, düz, ha tipli ədatlardır. Məsələn, deyirəm ki, artıq gecdir və yaxud da ki, daha gecdir, artıq gecdir və yaxud da ki, məsələn, oxumalısan, ha, düz sizə gedirik. Normalda mən sizə gedirik də deyə bilirəm, düz sizə gedirik də biraz təsirləndirəcəm. Yəni, sən nə eləməlisən? Bunları əzbərləməlisən. Əzbərləməlisən ki, imtahanda sual düşəndə ki, məsələn, hansı cümlədə qüvvətlendirici ədat işlənib ya da cümlədə neçə ədat var, sən bilməlisən ki, bunlar hansı məqamda ədat olurlar, o sualı yaza biləsən. Daha sonra, dəqiqləşdirici ədatlar işi bizim üçün dəqiqləşdirirlər. Yəni, o işi icra edənlərin sayı olsun, işin mənası olsun, daha yəni dəqiqləşdirmə funksiyası daşıyırlar. Məsələn, deyirəm ki, sən əsl qəhrəmansan. Ya da ki, məsələn, məhz o gəlmişdi. Burada, məsələn, məhz o gəlmişdi cümləsində gələn insan kimliyi bu ədatdan müəyyən qədər qüvvətlənir, daha çox göz önünə çarpır deyə biz deyirik dəqiqləşdirici ədatdır bu. Məhdudlaşdırıcı ədatlar isə işi görəni və yaxud da ki, prosesi məhdudlaşdırmağa, təsir dairəsini azaltmağa xidmət edir. Məsələn, deyirəm ki, dərsi bircə Şəfiqə oxumuşdu. Bax, dərsi bircə Şəfiqə oxumuşdu deyəndə, dərsi oxuyanların sayını mən məhdudlaşdırıram. Və yaxud dərsi bir Şəfiqə oxumuşdu. Ya da ki, məsələn, təkcə İmran gəlmişdi. Və yaxud da ki, tək İmran gəlmişdi. Yəni, görsən ki, bu sözlər hansı cümlədə var, orada da təsir dairəsi məhdudlaşır. Bunlar olur sənin üçün məhdudlaşdırıcı ədat. Daha sonra, sual ədatları. Sual ədatları yadda saxlayaq ki, sırf sual cümlələrində işlənirlər və sual ədatları olan cümlənin sonunda sual işarəsi qoyulur. Bunları əzbərləməlisən. Bəs, məgər, yəni, m, bir də ki. İndi bunlarda amonimlər varmı? Var. Məsələn, yəni sözüdür, sonra məsələn, ki sözüdür, yaxud da ki, m'dir. Bunlar amonimli xüsusiyyət daşıyırlar. Sən bilməlisən ki, hansı məqamlarda amonimdirlər. İndi biz sonunda toxunacağıq bu amonimli məsələsinə. Əmr ədatları da bunlardır. Deyi, qoy, gəl, gör, bax, gəlin, görün, gəl, sənə, sana, ha. Bunu necə müəyyənləşdiririk? Yadda saxlayaq ki, əmr ədatları ən çox feylə oxşuyurlar. Məsələn, bizdə gəl adlı bir feylimiz var. Evə tez gəl. Amma gəl adlı əmr ədatımız da var. Bu amonimdir. Mən hardan biləcəm bu amonim, məsələn, haçan feildir, haçan ədatdır? Dediyimiz kimi, ədatın ən təməl funksiyası cümlədən çıxarmaqdır. Cümlədən çıxaracaqsan. İndi birazdan o məqamlara toxunanda mən sizə onu ətraflı şəkildə izah edəcəm. Arzu ədatları da, məsələn, bir arzun var, tutaq ki, bir gerçəkləşdirmək istədiyin xəyalın var. Cümlə qurursan, xəyalını dilə gətirirsən, yanına da qoşursan arzu ədatlarına, Allah köməyin olsun, Allah diləyi yerinə yetirsin. Vəssalam. Məsələn, deyirəm ki, kaş ki, oğlum əskərlikdən tez gələrdi. Və yaxud da ki, məsələn, gərək universitetə hazırlaşım, bircə universitetə daxil ola bilsəydim. İndi burada məqam nədən ibarətdir? Bircə bizdə məhdudlaşdırıcı ədatlarda da var.
Mən hardan biləcəm ki, bu bircə məhdudlaşdırıcıdır, yoxsa arzu ədatıdır? Əgər cümlənin məzmununda arzu varsa, məsələn, bircə oğlum əsgərlikdən gəlsəydi, arzu məzmunudur. Oğlun əsgərlikdən gəlməsini arzuluyursan. Deməli, oradakı bircə arzu ədatıdır. Cümlənin məzmununda məhdudlaşdırma varsa, məsələn, dərsi bircə Şəfiqə öyrənmişdi. Bu zaman məhdudlaşdırma dərsi öyrənənlərin sənin burada arzu məzmunu yoxdur. O zaman avtomatik olaraq bu olur məhdudlaşdırıcı ədat. Daha sonra, təsvir və inkar ədatları sonuncu məna növümüzdür. Çox sadə. Hə, bəli, xeyr, yox. Bir də heç və heçdə. Bu ikisinə də fikir verin. Çünki adətən DİM də bilir ki, şagirdlər bu dördünü rahat əzbərləyə bilirlər. DİM sizə salır, bax buradan. Bunu yaxşı biləndə, məsələn, görsən testdə yazarsan. İndi burada təsvir və inkar ədatlarının bir xüsusiyyəti var. O da nədən ibarətdir? Bu 4 dənə ədatımız cümlədə vergüllə işlənir. Məsələn, yazıram ki, hə, gəlirəm. Mən burada hə, təsdiq ədatını işlətdim. Ondan sonra vergül qoymalıyam. Cümlənin sonunda olsa özündən əvvəl, əvvəlində olsa özündən sonra, ortada olsa iki tərəfdən. Niyə vergül qoymalıyam? Çünki fikrini sonlandırırsan. Sən qarşı mesaj ötürsən, hə deyib dayanırsan, fasilə verirsən. O vergül də həmin fasiləyə görə oraya qoyulmalıdır. Belə. Amma bu heç-heçdəki yoxdur. 2 dənə sonuncu ədatımız. Bunlarda vergüldən istifadə eləmirik. Davam edək. Ədatın məna növləri bunlar idi. Bunları əzbərləməlisiniz. Yəni, bunları əzbərləmədən, bundan sonra izah elədiyim şeylərə keçməyin. Testləri də bunları əzbərləmədən də testə keçməyin, test yazmayın. Bunları əzbərləməlisiniz ki, sizin zehninizdə qalsın və imtahanda nəsə yaradasınız. Gələk ədatların amonimliyinə. Ən əsas məsələ onsuz da amonimlik mövzusudur. Baxın, bizdə, məsələn, bəzi ədatlar var ki, onlar bir çox nitq hissəsi amonimlik xüsusiyyətinə sahibdirlər. Məsələn, ki ədatı həm bağlayıcıdır, həm də ədatdır. Biz buna bağlayıcının izahında toxunmuşuq ətraflı şəkildə. İstəyən linkə video keçirək, baxa bilər. Kanalda var. Ki nə vaxt ədat, nə vaxt bağlayıcı olur. Yadda saxlayaq bir qayda olaraq. Birinci yol budur. 2-dən sonra birinci yol yazırıq, vergül məsələsi. 2-dən sonra vergül varsa bağlayıcıdır. Vergül yoxdursa ədatdır. Bu bir 80% işimizə yarayır. Məsələn, sən ki bunu mənə etməzdin cümləsində 2-dən sonra vergül yoxdur. Deməli, burada ədat götürə bilərəm. Yəni, vergül yoxdursa ədatdır. Çünki 2 bağlayıcı olanda həmişə vergül qoyulur. Bəzi məqamlarda ədatdan sonra da vergül olur, həmcins üzvlərlə işlənəndə. Ona da biz bağlayıcının izahında toxunmuşuq. Deməli, əgər ki, ikinci qayda nədir? Əgər ki, şəxs əvəzliklərdən və insan adlarından dərhal sonra gələrsə, məsələn, sən ki, mən ki, o ki, Əli ki, İmran ki, məsələn, Tofiq ki, bunu eləməzdi, Tofiq ki, evə gec gəlməzdi tipli cümlələrdə ki, olur sənin üçün ədat. Çünki orada bir qüvvətləndirmə var, təsir tonunun qalxması var. Bir də kinin sual ədatı məzmunu var. O da sual ədatı olanı cümlənin sonunda işlənəcək. Məsələn, gedirsən ki, görsən ki, əgər ki sondadır, sual ədatıdır. Gördün ki, əgər əvəzlidən şəxs əvəzlidən dərhal sonra işlənib, insan adından dərhal sonra işlənib, qüvvətlənici ədatdır. Bunu belə yadda saxlayırsan. Amma kinin bağlayıcı olduğu məqamlarda isə dediyimiz kimi, 1. Təsir tonu qalxmır, yəni mən cümləni qüvvətləndirmə məqsədi işlətmirəm. 2. Ki əgər bağlayıcıdırsa özündən sonra vergül qoyulur. 3. Ki əgər bağlayıcıdırsa, adətən 2 xəbəri, 2 cümləni bir-birinə birləşdirir. Məsələn, oxusun bir cümlə, alim olsun digər cümlə. Aralarındakı işləri onları birləşdirir. Yəni, hər hansı bir qüvvətləndirmə məzmunu yaratmır. Hətta intonasiya müəyyən qədər düşür. Belə. Gəldik elə-belə sözlərinə. Bax, burada çox diqqətli olmalı olduğumuz məqam nədir? Elə-belə ədat ola bilər, əvəzlik ola bilər. Amma təəssüf ki, bəzi şagirdlər elə-belə sözünü götürürlər, ismin qabağına gələndə sifət kimi, feilin qabağına gələndə zərf kimi. Bu kökündən yanlışdır. Məsələn, deyirəm ki, elə oxuyur ki, sanki dünyanı dağılacaq. Məsələn, burada elə sözü feilin qabağına gəlir. Uşaq fikirləşir ki, mən sual verə bilərəm, necə oxuyur, elə oxuyur. Fikirləşir ki, bu zərf ola bilər. Bu yanlışdır. Onsuz da imtahanı dəfələrlə düşür və dəfələrlə də bizdə abituriyentlər gedirlər, özünü saçdıranlar da aralarında olur. Sən yadda saxlamalısan ki, elə-belə sözləri ya ədat olacaq, ya əvəzlik olacaq. Yəni, bunun say və zərf olma ehtimalı belə yoxdur. Sən onu ədatla əvəzlik kimi sadəcə fərqləndirməyi öyrənməlisən. Yadda saxla, elə-belə sözü ədat olanda suala cavab vermir, mənanı da qüvvətləndirir. Məsələn, cümləyə fikir verək. Sən belə onu tanımırsan. Bu cümlədə belə mən sual verə bilmərəm. Belə sadəcə olaraq səndən sonra gəlib və burada bir
qüvvətləndirmə məzmunu yaradır. Yəni sən burada beləni çıxara da bilərsən. Sən onu tanımırsan. Sən belə onu tanımırsan, sən onu tanımırsan. Yəni ciddi bir şey dəyişmir. Amma o əvəzliyi olanda suala cavab verir və hər hansı bir insanın, əşyanın və yaxud da feilin bir tərzini, formasını izah edir. Məsələn, belə insan az tapılar. Sual ver görüm hələ. Necə insan, belə insan rahatlıqla necə sual verə bilirsənsə, əvəzlidir. Bitdi söhbət. Məsələn, o elə oxuyur ki, sual ver. Necə oxuyur? Elə oxuyur. Avtomatik olaraq belə məqamlarda əvəzi götürürsən. Amma elə beləni heç vaxt sən sifət və zərf kimi götürə bilməzsən. Buna çox fikir vermək lazımdır. Məsələn, mən sizə bir dənə cümlə deyirəm. Deyirəm ki, bu işdə onun belə əli var. Siz tapın bu cümləni. Burada ədatdırmı, yoxsa əvəzlidirmi? Gəlin elə cavabı birbaşa deyək. Bu işdə onun belə əli var. Cümləsində belə sözü ədatdır. Çünki bu işdə onun əli var deyə bilərəm rahatlığına və beləyə sual verə bilmirəm. Davam edək. Əmr ədatlarına. Bunlar da anonim xüsusiyyəti daşıyırlar və bunlar testdə çox düşür. Əmr ədatlarımız çoxdur bildiyimiz kimi. Əmr məzmunu daşıyır. Deyə qoy, gəl, gör, baxsana, görsən və s. Burada nəyə fikir verir? Bunlar əksəriyyəti feildən amonimdir. Məsələn, gəl sözünü demişdi bayaq. Evə gəl, yəni orada feildir. Mən hardan biləcəm bunlar feildir yoxsa ədatdır? Qısa konkret yadda saxlayaq. Sən əmr ədatlarını cümlədən çıxara bilərsən, amma feili cümlədən çıxara bilməzsən. Məsələn, cümlələrimizə fikir verək. Bax, sən deyəndir, bura bax. İkisində də bax sözü işlənmişdir. Hansını cümlədən rahatlıqla çıxara bilərik? Təbii ki, bunu. Bax, sən deyəndir cümləsində sən deyəndir deyə bilərəm. Amma bura baxda baxı cümlədən silə bilmərəm. Silsən belə olacaq, bura. Cümlə alınmır belə olanda. Ona görə də cümlədən çıxara bilirəmsə ədatdır, əmr ədatıdır. Və digər bir məqam nədən ibarətdir? Əgər görsən ki, bax, sonra vergül qoyulub, o zaman yenə də əmr ədatı götürməyəcəksən. Çünki əmr ədatları vergül tələb eləmir. Əgər vergül varsa, biz onu feil kimi artıq düşünməliyik. Çünki bax demişəm, cümlə bitib, fikrimi yekunlaşdırmışam, vergül qoymuşam, sonra cümlə deyirəm, bax demişəm, fikir bitib, fasilə qoymuşam, ona görə burada vergüldən istifadə eləmişəm. Ona görə də vergül olanda ədat götürmürsən. Bu ədat olanda vergülsüz işlənir və cümlədən rahatlıqla çıxarıla bilir. Məsələn, deyirəm ki, gəl, bazara gedək. Bazara gedək. Vergül yoxdur. Cümlədən çıxara da bilərəm. Bazara gedək deyə bilərəm. O zaman bu nədir? Ədatdır. Amma bugün bizim evə gəl cümləsində isə, sən bugün bizim evə sözündən sonra gəli silə bilməzsən. O zaman o sənin üçün orada olacaq, avtomatik olaraq ədat. Sonra gəldik da, bir də dəyə. Da, də ədatla bağlayıcı ola bilər. Bunun qaydası çox rahatdır, uşaqlar da elə çətinlik çəkmirlər. Yadda saxlayaq ki, burada bircə dəqiqə, burada biraz texniki bir problemi olub. Deməli, da ədat olanda dana ilə əvəz edə bilərsən rahatlıqla. Məsələn, yaz da cümləsində, yaz dana deyə bilirsənsə, bu bir loru yoldur. Bunu bağlayıcı izah eləmişik. Olur sənin üçün ədat. Amma bağlayıcı olanda bir sıralama bildirir. Məsələn, Əli də gəlmişdi. Burada Əli dana gəlmişdi, Əli dənə gəlmişdi deyə bilmərəm. Çünki məzmun alınmır. Əgər deyə bilmirəmsə, götürürsən bağlayıcı. Amma deyə bilirəmsə, sıralama bildirmirsə, ədat hesab olunacaq. Bir də yadda saxlayaq. Sağ üstə gəl da, yenə burada da olacaq ədat. Məsələn, deyirəm ki, o evə gəlsə də, görürsən, sədən sonra də gəlir. Avtomatik olaraq ədat götürürsünüz. Bu bir qaydadır. Burada çünki buna əlavə olar ona görə deyirəm ki, dana ilə əvəz edə bilmirsən, amma yenə də sən bunu ədat götürəcəksən. Daha sonra gələk hətta sözünə. Yadda saxlayaq, hətta sözü də ədatla bağlayıcı ola bilər. Bağlayıcı olan özündən əvvəl vergül qoyulur. Məsələn, hamı gəlmişdi, hətta şagirdlər də. Burada iştirak bağlayıcısı kimi işlənir. Ədat olanda isə sadəcə mənanı qüvvətləndirir. Məsələn, deyirəm ki, hətta sirrini belə ona dedim. Burada vergül yoxdur, məna qüvvətləndirilmiş olub. Yəni, hətta testlərdə sizə elə incitməyəcək. Sadəcə vergül məsələsini əzbərləyin bunu. Həttadan qabaq vergül varsa, bağlayıcı, çünki bağlayıcının təməl göstərisi nədir? Vergüllər. Yoxdursa da götürürsən ədat. Allah da köməyin olur. Sonra gələk bir-bircəyə. Yadda saxlayın, bir-bircənin yolu da rahatdır. Sadəcə burada diqqətlə bir-iki məqama qulaq asacaqsınız. Deməli, biri cümlədə 2 ilə əvəz etsən, 3 ilə əvəz etsən,
O sənin üçün saydır. Amma əvəz edə bilməsən ədatdır. Bu sadədir təbii ki. Məsələn, bəzən olur, birə ca ədatı ayrı qoşulur. Bu da şagirdləri kifayət qədər çaşdırır. Məsələn, deyirəm ki, bircə qoyun aldım. Uşaqlar işi, burada bircə sayı yoxdur bizdə. Biz onu götürürük ədat. Elə şey yoxdur. Ola bilsin ki, o bir orada saydı, ca ədat kimi sayı qoşulur. O necə tapacaqsınız? Biri 2 ilə əvəz edəcəksiniz. Məsələn, 2-cə qoyun aldım. Yəni, çox məntiqli, normal cümlədir də. Görmüsən, universitet girə bilmirsən, alınmayıb, gedibsən qoyun otarmağa və deyirsən ki, 2-cə qoyun aldım. Düzdür, 2-cə qoyunla alınmayacaq, bu işdə biz artırmalısın sayını. Amma yenə də alınır. 2 ilə əvəz edə bilirsənsə, avtomatik olaraq onu götürsən say. Amma, ədat olma versiyasına bir dənə baxın, bircə o gəlsin. Sən burada deyə bilməzsən, 2-cə o gəlsin. Belə bir şey mümkün deyil. Ona görə də burada o götürsən ədat. Burada maraqlı məqam nədir? Bəzən olur belə cümlələr. Məsələn, yaxşı bir insan gəldi cümləsində, məsələn. Burada deyə bilər ki, müəllim, yaxşı 2 insan gəldi deyə bilərəm. Deyə bilərsən, amma yenə qaydadan kənara çıxmış olursan. Yəni, belə cümlələrdə 2 ilə əvəz eləmə olunur, yadda saxla. Əgər bir sözü sifətlə ismin arasında gəlibsə, ədat götürürsən. Niyə? Çünki əgər bir say olsaydı, sifətdən qabaq işlənməlidir. Qayda olaraq, əgər isim, sifət, say bir-birindən işlənirsə bir yerdə, birinci say gəlir, sonra sifət, sonra isim. Burada ortada, yəni sifət ismin ortasında bir say ola bilməz. Ona görə sən bunu da ədat kimi götürməlisən, qüvvətləndirici ədat kimi yanaşacaqsan bu məsələyə. Yəni, bu sizin üçün testdə düşən bir xırdalıq ola bilər, diqqətli olacaqsınız. Sonra gələk yəni ilə ancaq sözünə. Yəni ilə ancaq sözü də ədat və bağlayıcı ola bilər. Bu çox sadədir. Yolu nədən ibarətdir? Əgər özündən əvvəl vergül görürsənsə, əksər hallarda bağlayıcıdır. Məsələn, mən, yəni sizin müəlliminiz xətrinizi çox istəyirəm. Burada yəni sözündən qabaq vergül var. Yəni sən burada avtomatik olaraq onu bağlayıcı götürməlisən. Bir məsələ də var. Yəni onsuz da bağlayıcı olanda nə edirdi? Aydınlaşdırma bağlayıcısı olduğu üçün mənanı aydınlaşdırırdı. Məsələn, mən burada mən demişəm, sonra yəni sözü ilə sizin müəlliminiz ifadəsini işlətmişəm, məni aydınlaşdırmışam. Demək, bağlayıcıdır. Ədat olanda aydınlaşdırma funksiyası daşımır, sual funksiyası daşıyır. Necə? Gəlin baxaq. Məsələn, yəni o gəlməyib, sual verirəm. Burada aydınlaşdırma yoxdur, aydınlaşdırmıram nəyisə, deməli olur sənin üçün sual ədatı. Ancaq sözü də necə işlədəcəksiniz? Ancaq bircə ilə əvəz etsən, məsələn, ancaq o oxuyurdu, bircə o oxuyurdu. Ədatdır, ancaq amma ilə əvəz eləsən, bağlayıcıdır. Bağlayıcı mövzusunda ancaq biz ətraflı toxunmuşuq. Belə əziz şagirdlər, yəni ədatın amonimliyində əksər testdə düşən məqamları çalışdığım qədər sizin üçün izah elədim. Bunları yaxşı yadda saxlayın. Keçək ədatların quruluşuna. Ədatlar quruluşu 2 yerə bölünür. Sadə ədatlar var, mürəkkəb ədatlar var. Bu çox asan mövzudur. Sadə ədat dediyimiz bir sözdən ibarət olur. Mürəkkəb ədat dediyimiz isə 2 hissədən ibarət olur. Məsələn, kaşqedə 2 ilə kaş birləşib ədat yaradıblar deyə avtomatik mürəkkəb ədatdır. Bir məqama da fikir verək. Məsələn, sən kaşqini bir yerdə görəndə durub demək ki, müəllim, burada 2 sözü var, 2 bağlayıcıdır, yoxsa ədatdır. Heç biri. 2 burada kaşla birləşib bir söz yaradıb. Yəni 2-nin müstəqil hər hansı bir funksiyası yoxdur. Kaş ki bir yerdədir, arzu ədatıdır, tamam mı? Yəni sən ona görə deyirəm, kömək hissələrini yaxşı əzbərləyin ki, bu mürəkkəb köməksin hissələri görəndə mən onu ayrı mı götürüm, bir yerdən mi götürüm, biləcəksə avtomatik olaraq. Çünki sən axı bilirsən mürəkkəb ədatları hansılardır. Belə. Gələk sizinlə ədatların orfoqrafiyasına. Deməli, yadda saxlayaq ki, ədatlardan m-dır, sanadır, bir də ca ədatı. Sözə bitişik yazılır. Məsələn, oxusana. Görürsünüzmü? Oxu sözünü sananı birləşdirdim. Bu sizə niyə lazımdır? Getdiniz imtahana, bir cümlə verdilər, dərslərindən yaxşı oxusana. Sənə deyəcəklər ki, bu cümləmizdə neçə dənə nitq hissəsi var. Əksər hallarda şagirdlər sanaya heç fikir vermir. O bir sözdür, oxusana bir yerdə. Az götürürlər. Dərslərindən yaxşı oxusana sözündə 4 dənə nitq hissəsi var. Dərs, yaxşı, oxu, bir də sana. Sonra ca ədatı da bitişik yazılır. M, sual ədatı da sözdə bitişik yazılır. Burada m-nın ayrı yazılma məqamı var. O hansı məqamdır? Əgər m, da bağlayıcısı ilə sözün arasında, sözdən sonra gələrsə, yəni belə deyək də, sözlə m-nin arasında
da bağlayıcısı girərsə, o zaman mən mini ayrı yazacağam. Yəni mən desəm ki, sənmi bizi güldürəcəksən? Bitişik yazacağam. Amma sən də mi gələcəksən cümləsində da girirsə, mən onları avtomatik olaraq ayrı yazmaq zorundayım. Belə, yerdə qalan ədatlar sözə onsuz da ayrı yazılır. Sən sadəcə bu 3 dənə ədatı, sana bir də c ədatını yadda saxlayıb əzbərləməlisən. Gəldik vacib məqamlara. Deməli, vacib məqamlar testdə qarşınıza çıxa bilən məqamlardır, yadda saxlayın. Birincisi, ha ədatıdır vacib məqam hissəsində. Ha həm əmr ədatı olur, həm qüvvətləndirici ədat olur. Yadda saxlamalısan. Əgər ha əmr şəklində olan feildən sonra gəlsə, əmr şəklində olan feildən sonra. Məsələn, dərslərin yaz feilin əmr şəklində olan, əmr şəklindədir. Ondan sonra hanı görsən, bu əmr ədatıdır. Amma yerdə qalan bütün hallarda qüvvətləndirici ədatdır. Məsələn, evə getməlisən ha, malı məli feilin vacib şəklidir. Yəni əmr şəkli deyil. O zaman ha olur sənin üçün qüvvətləndirici ədat. Uşaqlar burada nədə çaşdırırlar özünü? Evə getməlisən ha cümləsində əmr məzmunu var. Getməlisən ha, yəni elə ki bir tətbiq var da, get evə. Amma məna ilə özünüzü çaşdırmayın. Sözün formasına baxacaqsan. Malı məli feilin vacib şəklidir, əmr şəkli yoxdursa, sən bu haya qüvvətləndirici ədat deyəcəksən. Əmr şəkli varsa olur əmr ədatı. Bitdi məsələ. Yəni o vaxt əmr ədatıdır ki, sadəcə sən onun əmr şəklini orada görə bilərsən. Daha sonra gərək sözü ki ilə işlənəndə deməli ədat yox, bağlayıcı olur. Amma kisiz işlənəndə ədat olur. Gərək ki bizə gələsən, bağlayıcı yox, modal söz. Gərək ki bizə gələsən cümləsində gərəkdən sonra ki varsa modal söz kimi götürəcəksən. Amma boş işlənsə ədat kimi yanaşacaqsan. Sonra bəli, xeyr, hə, yoxda vergül məsələsini dedik. Bir də yadda saxlayınca ədat olaraq saya, sifətə və ismə qoşula bilir. Canı əlavə olaraq biz qoşma kimi götürə bilirik. Qoşma. Bir də canı zərf kimi götürə bilirik. Hardan biləcəksən qoşma ya da zərfdir? Qoşmanı elə biz kanalda qoşma mövzusunu paylaşmışıq, caya toxunmuşuq. Yəni digər qoşmalarını əvəz edə bilərik. Amma ca zərfi olanda dillərə qoşulur. Məsələn, rusca, ingiliscə, fransızca görsən dillər qoşulub ca, o olur sənin üçün zərf düzəldən leksik şəkilçi. Qoşmanın digər məna növlərini əvəz edə bilirsənsə qoşmadır. Yerdə qalan məqamlarda sən canı götürürsən ədat kimi. Məsələn, mən deyirəm ki, dərslərimi yaxşıca oxudum. Yaxşıca oxudum deyəndə mən dərslərimi yaxşı oxudum da deyə bilərəm. Canı çıxarda bilərəm. Belə məqamlarda ədat kimi götürüləcək və ədat olanda yadda saxla. Saya, sifətə, ismə qoşulur. Məsələn, onun 5-cə qoyunu var. 5 sayına qoşmuşam burada. Sonra və hətta zərfə də qoşulur əlavə olaraq. Bunu da yadda saxlayaq. Son olaraq da yadda saxlayaq ki, bəs məgər ədatları bir-birinə sinonimdir. Bu da bizə nəzəriyyə və qrammatika suallarında qabağımıza çıxacaq ki, orada da bilmək lazımdır ki, bunları istənilən zaman sinonim kimi işlədə bilirik. Belə əziz şagirdlər, mövzunun izahı bu qədərdir. Sizə tövsiyə edirəm ki, gedin bunu evdə də testlərini çox işləyin və əgər ədatın tam olaraq öhdəsindən gəlməmi istəyirsənsə, sən burada bu ədatın məna növlərini yaxşı əzbərləməlisən. Bunları professional şəkildə əzbərləsən, yaxşı əzbərləsən, istənilən situasiyada sən ədatı yaza bilərsən. Yəni, bugün gedin 1 saat oxuyun, sabah yarım saat, növbəti gündə 10 dəqiqə oxusaz, təkrarlasaz, bu mövzu sizdədir. Bunu əzbərləyəndən sonra da sən artıq biləcəksən ki, hansı ədat, hansı diksiyasının amonimdir. Çünki zehnindədir hamısı. Belə, suallarınızı mən YouTube-da nömrə qeyd etmişim. Oraya yaza bilərsiniz, zəng vura bilərsiniz, WhatsApp işləyir, rəylərə yazıb soruşa bilərsiniz. Eyni zamanda da videoları, növbəti videoları izləyərək daha çox bilgi əldə edə bilərsiniz. Videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik özünüzə yaxşı baxın.